5 iyul Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma günüdür. Düz 20 il əvvəl Ulu Öndər Heydər Əliyevin fərmanı ilə əsası qoyulan Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması baxımından mühüm bir əhəmiyyətə malik idi. Və bugün regionda yeni reallıqların yarandığı bir vaxtda diaspora qarşısında da yeni hədəflər müəyyənləşdirilir. Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla bağlı siyasəti ümummilli lider Heydər Əliyevin dövründən prioritet məsələlərdən biri olub. Azərbaycan diasporunun güclənməsinə və təşkilatlanmasına xüsusi diqqətlə yanaşan Ulu Öndər bütün bu işlərin davamı olaraq 2002-ci ilin iyul ayının 5-də xaricdə yaşayan azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı. Qurumun fəaliyyət istiqamətlərindən biri də beynəlxalq hüquq və normaların təmin olunmasında diasporun fəallığını artırmaqdır. Bu baxımdan Prezident İlham Əliyevin bu ilin aprelində Şuşada dünya azərbaycanlılarının növbəti qurultayı zamanı soydaşlarımıza çağırışı olduqca əhəmiyyətlidir. Hər birimiz, həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Və sizin xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Həm 2-ci Qarabağ müharibəsində biz bunu gördük. Ondan əvvəlki dövrdə biz bunu gördük. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Qarabağ məktəbləri də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz tövhəsini verməkdədir. Əsas məqsəd isə xaricdə yaşayan azərbaycanlıların vətənlə mədəni köklərinin qorunmasıdır. 6 ildir ki, Almaniyanın Berlin şəhərində yaşayıram. Ölkəmizdən kənarda, Avropa ölkələrində muğamımızı, incəsənətimizi təbliğ edirik. Diaspora Komitəsinin yaranması və onun fəaliyyəti həm xaricdə yaşayan azərbaycanlıları bir-birisi ilə olan ünsiyyətini genişlətdi. Eyni zamanda da bizim birləşərək Azərbaycanımız üçün əlimizdən gələnləri yapmamızda həm yardımcı oldu, həm də bizə bir yol göstərici oldu. Son illərdə Avropada, Şimali və Cənubi Amerikada, MDB məkanında bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Çekiya, Finlandiya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-də 460-dan çox Azərbaycan icmaları fəaliyyət göstərir. Biz Almaniyada yaşayan azərbaycanlı həkimlərin forumunu keçirdik. İndi xarici ölkələrdə yaşayan alimlərin forumunun keçirilməsi nəzərdə tutulur. Azərbaycan diasporunun Qarabağ müharibəsi dövründə Tovuz hadisələri başlayan vaxtda biz ciddi fəallığını gördük. 44 günlük şərəf müharibəsi dövründə 23 dildə 2000-dən çox bəyanat beynəlxalq ictimaiyyətə göndərildi. Diasporla İş üzrə Dövlət Komitəsinin qarşıda duran əsas məsələlərdən biri post-münaqişə reallıqlarının dünyaya çatdırılmasıdır. Rüstəm Mikayılzadə, Emin Qəhrəmanzadə, Lalə Məmmədova, ASTV Xəbər.